Salam dostlar. Bugün sizlərə VMware Workstation'da Windows Server 2016'nın quraşdırılmasını göstərəcəyim. İlk öncə internetdən Windows Server mən ilk öncə yendirmişdim. Sadəcə yendirmə qaydasını sizə göstərirəm. Windows Server 2016 ISO download yazıb Microsoft'un öz səhifəsindən daxil olub burada ISO 64 bit sürüm var. Ona vurub endirəcəksiniz öz kompüterinizə. Ondan sonra VMware-ə gəlib mən hal-hazırda yükləmişəm. Keçən dərsimizdə Windows 10-un yüklənməsini göstərmişdim. Məndə Windows Server 2016 vardı. Hal-hazırda onun birini remove eləyib yenidən yükləyəcəm sizə göstərmək üçün. Remove eləyək. Bu Rigo qalsın. Bu sistem admini üçün yükləmişdim. Yenisini sizə yükləməyi göstərəcəm. Deməli ki, buradan yüklədikdən sonraki telefonunuz, kompüterinizə Windows Server 2016-nı gələsiniz VMware-ə. Burada Home-dan Create a new virtual machine. Virtual machine qaldırmaqdır. Gələsiniz yeni serveri yükləmək üçün, qaldırmaq üçün. Tipik halda qalacaq. Next eləyəsiniz. Bura dəyməyəsiniz. Bu server 2016-nın hara düşəcəyini göstərir C diskində. Ondan sonra gələsiniz. Buradan server 2016-nı seçəsiniz. Next eləyəsiniz. Burada indi məndə olduğu üçün onun arxasına bir rəqəm yazmalıyam ki, kompüter artıq məndə C diskində olduğu üçün bir dəfə yükləndiyinə görə ikinci dəfə yüklənəndə adını dəyişik qoyuram ki, qəbul eləsin. Burada yaddaşdır. Burada single olacaq. Yaddaşı 60 GB verirəm. Sadəcə nümunə üçün göstərirəm. Siz özünüz çox da verə bilərsiniz. Gəldi bura. Bu hissədə artıq nə qədər RAM verəsiniz. Burada NAT qoşulacaq. Nə qoşulacaq? Hamısının prosesorudur və s. Bunların hər birini buradan seçəcəyik. Keçən dəfə Windows 10-da göstərdiyimiz kimi. Virtual maşın qaldırarkən hər birini ayrı-ayrılıqda seçirik. Mən 3 qoymağa çalışacağam. Nüvə sayı olduğu kimi qalsın, dəyməyəcəm. Ondan sonra gələcəm, onun hardan yüklənməyini seçəcəm. Məndə olduğu üçün browserə vuracam. Windows Server 2016 açı vuracam. Digərlərinə dəyməyəcəm. Buradan NAT qalsın. Bir iç qoysanız öz kompüterinizdən internet götürəcək. NAT-da qalmaq daha üstündür. Onu deyim ki, bu gələcəkdə göstərəcəm DSP qaldırmaq üçün. Burada Custom Special Virtual Network onu vurub VMnet 2-ni seçəcəyik. Amma hal-hazırda o qalsın. NAT-a qoyuruq. Digərlərinə dəyməyəcək. Olduğu kimi qalsın. Close eləyirik. Finish eləyirik. Gözləyirik. Gəldi düşdü bura. Bura düşəndən sonra artıq power vurub virtual maşın qaldırırıq. Virtual maşın qaldırırıq. Görək xəta verəcək. Xəta versə xəta verməyini düzəltməyini də göstərəcəm. Bəzən olur xətalar verir. Onun da səbəbi Windows Server 2016-nı VMware Workstation-da açarkən VMware Workstation-ın lisensiyasız söhbəti vardı. Onu yükləməyi də sizə göstərərəm. Məndə lisensiyasız olduğuna görə bəzən xətalar verir. Onun üçün də BIOS-a daxil olub reset verəcəyik, düzələcək. Gözləyirik sadəcə olaraq. Windows onda olduğu kimidir. Eyni ilə onun kimidir. Sadəcə burada dediyim kimi Server 2016 VMware'də bildiyin adminliği yaratmaq üçündür. Gəl görək açacaq. Dostlar, ola bilər sizdə də mouse burada itə bilər. Ctrl Alt basıb dediyim kimi mouse'u gətirə bilərsiniz. Burada gəlirik, yenirik. Klaviaturada ox işarəsi ilə resetə, enter basırıq. Düzəldi məndə. Yüklənəcək. Yüklənəndən sonra sizə ilk öncə ekran çox kiçik düşür.
Onun üçün də toolunu yükləmək lazımdır. Toolunu necə yüklənilir, hardan yüklənir onu göstərəcəm. Dediyim kimi bu da Windows 10-da olduğu kimidir. Install edirik. Səhifəni izləyib, bəyənib, takip atsanız, gələcək dərslərdə sizə VMware Workstation-ın necə yüklənməyini də göstərəcəm, hardan rahat yüklənməyini göstərəcəm. Dostlar, burada 2016-dan yükləyərkən Standard Evaluation Desktop Experience bunu seçirik. Burada Advanced seçirik. Burada New vururuq. Diski bölürük. OK. Bölünsün disk. Next edirik. Vururuq yüklənməyə. Yüklənməsi bir o qədər də çox çəkmir. Az çəkir. Amma yenə də dediyim kimi gözləyirsiniz. Burada sadəcə olaraq sizə server 2016-nı qaldırmağı göstərəcəm. Gələn dərslərimizdə isə orada necə user yaradılmasını, ona parol qoyulmasını, icazələr, DNI-lər, akseslər bunları göstərəcəm. İzləmədə qalsanız hər birini görə bilərsiniz. Dostlar, bu yüklənsin davam edəcəm. Sizə ekranı böyütmək üçün hal-hazırda gördüyünüz kimi ekran kiçik düşür. Toolun yüklənərək ekran böyütməyini göstərəcəm. Hər birini bu dərsdə göstərəcəm. Dostlar, budur gəldi. Burada parol təyin edəcəyik administratora. Sistem dərslərindən anlayış olanlar bilir. Burada mən parol təyin edirəm.
Elə bir parol qoyarsınız ki, o yadda qalan olsun, həm də sizdən başqa heç kim bilməsin. Dediyim kimi, bu nə üçündür? Siz gələcəkdə user yaradacağıq, məsəl üçün də bir qurumda işləyirsinizsə və o qurumda da əməkdaşlar varsa, artıq onlar öz kompüterindən sizin icazələriniz bu sistem tərəfindən, server 2016 tərəfindən verilən icazələr qismində o kompüterdə, öz kompüterlərində hər hansı bir iş görəcəklər. Bunlar hər birini gələcəkdə göstərəcəm sizlərə. YouTube kanalımıza abunə olun, like atın, bəyənin və növbəti dəstəyimiz də gəlsin. Burada parol verdikdən sonra finish edirik. Gəldi ekran. Ekran burada deməli yazır Ctrl-Alt-Delete. Bunu klaviaturada basmaq olmadığı üçün burada görürsünüz bu işarəni. Bu işarəni basdıqda onu əvəz edirik. Gəlirik, parolu yığırıq. Gördüyünüz kimi dostlar, ekran çox kiçik düşdü. Bunu böyütməyin yolunu da göstərəcəm sizə. Burada server manager açılacaq. Bunu bağlayacağıq. Bunu növbəti dərslərdə göstərəcəm. Bu serverlərin yaradılması, icazələr, qadağalar, hamısını buradan hər birini edirik. Burada göstərəcəm sizlərə. Add rollar vardı ki, rolların qaldırılmasıdır. Burada xətaların aradan qaldırılmasıdır. Lokal servisdə kompüterə ad verilməsidir. Ondan sonra domain adı yaradılmasıdır. IP adresinin statik verilməsidir. Burada hər birini sizə göstərəcəm. Hal-hazırda bunu X eləyirik, gəlirik. Burada ekran ikonlarını da gətirə bilərik. Sizə ekran ikonlarını da göstərdim. Əsas olanları seçirəm. Deməli dostlar, gəlirik bura. Server 2016 DSP. Mən DSP yazdım, özünüz yazmasanız da olar. Əgər birinci dəfə yükləyirsə, sağ düyməni klik edib burada Install VMware Tool'lar. Tool'ları vururuq. Gələcək ekrana. Tool'un yüklənməyi. Gəldi. Run Setup Exit. Bu tool'dur. Bu tool ekranı böyütmək üçündür. Vururuq. Yüklənsin. Deyirəm, dərslərimiz uzundur, amma lakin öyrənmək üçün məcbur baxmalıyıq. Installation. Baxın dostlar, ekran böyüyəcək. Bax, sona çatdıqda. Özünüz də fərqində olacaqsınız. Görürsünüz dostlar, ekran böyüməyə çalışır. Yes. Gördünüz. Burada yes'i varsa bir restart edirik. Artıq server 2016-nı VMware Workstation'da qaldırdıq. Virtual maşında necə qaldırılır server, Windows Server 2016 sizə göstərdim. Növbəti dərslərdə dediyim kimi digərlərini göstərəcəm. Oldu dostlar, özünüzə yaxşı baxın. Çox sağ olun izlədiyiniz üçün. Minnətdarım.